Mr. Goebel, you're a long-time observer. Cənab Goebel, siz Rusiya üzrə tanınmış ekspertsiniz və oradakı prosesləri diqqətlə izləyirsiniz. Rusiyanın Krımı ilhaq etməsinə necə baxırsınız? Bu, yeni dünya düzəninin başlanğıcıdırmı? Biz yeni eranın astanasındayıqmı? A new kind of world order? Are we entering a new era? What Vladimir Putin has done in Crimea by annexing it to the Russian Federation through the use of force is the most dangerous. Krımı Rusiya Federasiyasına zor gücünə ilhaq etməklə Vladimir Putin beynəlxalq sistemi 2-ci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzə qoyub. Baş verənlər 1945 və 1991-ci ildə əldə olunan beynəlxalq konsensusu sual altında qoyur. Burada söhbət böyük dövlətlərin zor gücünə, sərhədləri dəyişməyə hazır olmasından və etnik mənsubiyyətin vətəndaşlıqdan üstün tutulmasından gedir. Vladimir Putin aydın edib ki, etnik Rus olmaq Ukrayna vətəndaşı olmaqdan daha mühüm amildir. Əgər sən belə bir arqument irəli sürürsənsə, onda sən yeni dünya nizamına yox, nizamsızlığına yol açmış olursan ki, bu da minlərlə insan həyatına başa gələcək və ümumilikdə bəşəriyyəti daha böyük təhlükələr qarşısına qoyacaq. Bəzi qəbli müşahidəçilər iddia edirlər ki, baş verənlərə səbəb Rusiyanın aşağılanması, lazımi ehtiram görməməsi olub. Yaxud başqaları Krımın əvvəllər Rusiyanın tərkibində olduğuna diqqət çəkir. Sizin buna cavabınız nədir? Well, first off, the borders that existed in the Soviet Union were not ideal borders. Əvvəla Sovet İttifaqında mövcud olan sərhədlər ideal sərhədlər olmayıb. Onları millətlər özləri yox, Moskva və şəxsən Stalin müəyyənləşdirib. Ona görə də bu sərhədlərə hansısa mənəvi müstəvidə haqq qazandırmaq cəhdləri problematikdir. Amma o biri tərəfdən 1992-ci ildə beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bir araya gələrək razılaşdılar ki, Sovet İttifaqının inzibati sərhədləri beynəlxalq sərhədlər kimi tanınsın. Çünki istənilən başqa hərəkət sonsuz zorakılıqlara və toqquşmalara yol açardı. O ki qaldı ABŞ-ın Rusiyanı küncə sıxışdırmasına, mən bunun nə demək olduğunu anlamıram. Geosiyasi rəqabət gedib və Sovet İttifaqı uduzub. ABŞ bunun nəticəsini diktə etməyib və Rusiyaya bu məğlubiyyətə görə heç bir bədəl ödətdirməyib. Onlar çox şey ediblər ki, etməsəydilər daha yaxşı olardı. Məsələn, Çeçenistanda minlərlə adamın ölümünə bais olan 2 müharibə və başqa hüquq pozuntuları. Ona görə də bu ideya ki, Ruslar nəyəsə haqq ediblər, bu yanlış fikirdir. Əslinə qalanda Krım tatarlarına məxsusdur ki, hazırda Rus qüvvələri onları yarımadadan qovmağa çalışırlar. Hər halda Putinin israr etdiyi kimi Krım Rusiya dövlətinə məxsus deyil. Should be treated for what it is, a simple projection of the problems of that country onto everyone else. People say that Ukraine Çox eşidirik ki, Ukrayna Krımı bir dəfəlik dedi. Bəs Ukraynanın özü necə? O, Rusiya üçün əbədi itirilibmi? Yes. The Russian government, Vladimir Putin, has achieved something that no Russian government... Bəli, Vladimir Putin indiyədəki tarixdə heç bir Rus hökmdarının nail olmadığı şeyə nail olub. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti anti-Rus edib. Ola bilər Rusiya hökuməti Krımı tutsun. Amma bunu etməklə o, Ukraynanı bir dəfəlik itirib. Polşalılar heç vaxt unutmayacaqlar ki, 1863-cü ildə və xatında onların başına nə gətirilmişdi. Eləcə də heç bir Ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə bir qüvvələr qatarına yol açıb ki, bu əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin bu gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu baş verəcək. Putin çox təhlükəli bir iş görüb. Yəqin ki, biz bu hərəkəti geri qaytara bilmərik. Amma beynəlxalq ictimaiyyət bunun necə yanlış bir addım olduğunu qeydə almalıdır. Putinin əməllərinə görə Rusiya dövlətinə qarşı ciddi sanksiyalar və ölçülər götürülməlidir. Tanınmış Rus memuaristi Nadejda Mandelstam deyərdi ki, xoşbəxt o ölkədir ki, orada alçaq hərəkətlər nifrətlə qarşılanır. Biz Putinə aydın etməliyik ki, o alçaq bir iş tutub və bu hərəkət onu sülh və stabilliyə can atan millətlər icmasından kənara qoyur.
make it very clear that what he has done is despicable and puts him outside of the comity of nations who are committed to the principles of the United Nations Charter and to stability and peace in the world. How should the nation Qum blokuna daxil olan Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova kimi dövlətlər baş verənlərə necə reaksiya verməlidirlər? respond to what's taking place? Well, I think it's worth noting that Georgia withdrew from the Commonwealth of Independent States. Qeyd etmək lazımdır ki, 2008-ci ilin avqustunda Rusiya torpaqlarının bir hissəsini zəbt etdikdən sonra Gürcüstan müstəqil dövlət birliyindən çıxdı. Ukrayna hökuməti isə aydın edib ki, o MDB-ni tərk edir. Ümid edirəm ki, Moldova və Azərbaycan da bu addımı atacaqlar. Belə bir addım Moskvaya güclü siqnal göndərərdi ki, Qara dənizdəki bir yarımadanı tutmaqla o öz qonşuları ilə münasibətlərinə ağır zərbə endirib və bu istiqamətdə əlavə addımlardan çəkinməlidir. Consider doing anything more in this direction, even if it proves incapable of backing down from an act of aggression.